İnsan oruc olarkən yuyunması, içinməsi onun orucunu batil eləmir. Bir çox əzizlərimiz məsələni bəzən səhv anlayırlar. Orucu batil eləyən şeylərdən, işlərdən biri insanın tamamilə başını suya batırmasıdır. O da necə? Yəni dənizdəmi, hovuzdamı, göldəmi başını tamamilə suyun altına batırması. Bu halda bir çox fəqihlərimizin nəzəri budur ki, insanın orucu bu halda batil olur. Batil də bu mənada deyil. Bir nəfər əgər bilərəkdən, məsələn, başını suya batırdısa, suya bir kəllə var, məsələn, sudan çıxandan sonra onun orucu batil olur. Amma o demək deyil ki, o elə yeyib içməlidir. Yox, iftara qədər orucunu saxlamalıdır və bir gün mübarək aydan sonra orucun qəzasını tutmalıdır. Deməli, burada məsələ nədir? Məsələ budur ki, insanın orucluq halında çinməsi, yuyunması, bundan hamamdan istifadə eləməsi, duşdan istifadə eləməsi orucu batil eləmir. Orucu batil eləyən insanın başını tamamilə göl və yaxud dəniz kimi yerlərdə başını tamamilə suya batırmasıdır.